Vəkillər Kollegiyasının rəyasət heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərinin təntənəli and içmə mərasimi keçirilib. Tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Prezident Administrasiyasının nümayəndəsi Həsən Bağırov və vəkil qurumlarının rəhbərləri iştirak ediblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında vəkillik sahəsinin inkişafından danışaraq son illərdə həyata keçirilən islahatların bu sahənin güclənməsinə mühüm töhfə verdiyini bildirib. Onun sözlərinə görə 2018-ci ildən bəri keçirilən imtahanlarda minlərlə namizəd iştirak edib və yüzlərlə hüquqşünas vəkil korpusuna qoşulub. Bildirilib ki, bu dəfə daha 50 namizəd and içərək kollegiyanın üzvü olub. Bununla da Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2867 nəfərə çatıb. Yeni üzvlərdən 35 kişi, 15-i qadındır. Çox böyük bir uğurdur. Təkcə onu deməyə kifayət edir ki, cəmi bir neçə il əvvəl ölkədə vəkillərin sayı 800 nəfər idi. Yəni demək olar ki, 3 dəfədən çox vəkillərin sayı ölkəmizdə artmışdı. Eyni zamanda məlum oldu ki, bu namizədlərin sırasında xanımların da sayı kifayət qədərdi və artıq vəkillər sırasında xanım vəkillərin sayı 22%-ə bərabərdir. Əvvəllər bu 20%-dən xeyli aşağı idi və zənnimcə bu sahədə gender bərabərliyi tədricən təmin olunur. Vəkilliyin gənc hüquqşünaslar arasında çox böyük marağa səbəb olmasının əsas belə deyirlər, uğurlarımızdan biridir. Ona görə ki, vəkillik peşəsi hal-hazırda hüquqşünaslar üçün çox cəlb edilən peşədir və nəzərə almaq lazımdır ki, artıq Vəkillər Kollegiyası ölkəmizdə peşəkar hüquqşünasları birləşdirən ən iri peşə təşkilatına çevrilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında vəkilliyin hüquqi dövlət quruculuğunda mühüm rol oynadığını qeyd edərək yeni vəkillərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra ixtisas imtahanlarını uğurla keçmiş namizədlərin təntənəli and içmə mərasimi keçirilib. Namizədlər dövlət bayrağı önündə and içərək vəkil peşəsinin şərəfini uca tutacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə söz veriblər. Əvvəlcə onu deyim ki, vəkil olmaq həqiqətən çox gözəl histir. Ən azından bir hüquqşünas kimi deyim ki, belə deyək də, hüquqşünasın əldə edə biləcəyi ən böyük uğurlardan biridir vəkil olmaq. Mən əvvəllər Daxili İşlər orqanında xidmət eləmişəm, Abşeron rayon polis idarəsinin təhqiqatçı vəzifəsində çalışmışam. Sonradan öz arzumla polis orqanlarından xaric olunaraq dəmir yollarında hüquqşünas vəzifəsində çalışmışam. Yəni istəyim odur ki, həm istintaq sahəsində, həm də korporativ sahədə təcrübəm olsun və korporativ sahədə bir 4 illik təcrübədən sonra qərara gəldim ki, vəkillik fəaliyyətinə məşğul olum və imtahanlara hazırlaşdım və hər üç turdan müvəffəqiyyətlə keçdiyimə görə vəkil adına layiq görüldüm. Mərasim zamanı yeni vəkillərə vəsiqələri təqdim olunub, həmçinin fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən kollegiya üzvləri təltif edilib. Zeynəb Müzəffərli, Eldəniz Əhmədov, Real.